Möhtərəm müsəlmanlar, Qur'an-ı Kərimin inməyə başladığı, Ramazan ayının son 10 gününün tək günlərindən biri, İslamda ən müqəddəs və fəzilətli gecə Qədir gecəsidir. Qədir gecəsi 1000 aydan daha xeyirlidir. Qur'an-ı Kərimdə bu gecənin fəzilətini bildirən müstəqil bir surə vardır. Bu surədə Uca Allah buyurur: Həqiqətən biz Qur'anı Qədir gecəsi nazil etdik. Ya Peyğəmbər, sən nə bilirsən ki, Qədir gecəsi nədir? Qədir gecəsi savab cəhətdən 1000 aydan daha xeyirlidir. O gecə mələklər və ruh Cəbrail əleyhissalam Rəbbinin izni ilə həmin gündən gələn ilin Qədir gecəsinədək dünyada baş verəcək hər bir işdən dolayı Allah dərgahından əmrlər alaraq yerə inərlər. O gecə dan yeri sökülənə kimi büsbütün salamatlıqdır, əminamanlıqdır. Qədir gecəsi heç bir bəla nazil olmaz, o bütünlüklə xeyir bərəkətdən ibarətdir. Bu gecəyə Qədir gecəsi deyilməsi onun şərəf və qiymətindən irəli gəlir. Çünki Qur'an-ı Kərim məhz bu gecədə nazil edilmişdir. Bu gecədəki ibadət içərisində Qədir gecəsi olmayan 1000 aydan daha xeyirlidir. Gələn ilə qədər baş verəcək olan hər cür hadisələr Allah Taala'nın əzəli qəza və təqdiri ilə bağlı mələklərə məhz bu gecə bildirilir. Bütün olacaq şeylərin hamısı lövh-i məhfuzda əvvəlcədən yazılıb. Qədir gecəsi isə lövh-i məhfuzdan məxluqatın bir illik qədəri təyin edilir. Uca Allah buyurur: Biz onu mübarək bir gecədə, Qədir gecəsində nazil etdik. Biz o kitab vasitəsilə kafirləri öz əzabımızla qorxuduruq. Hər bir hikmətli, dəyişilməsi mümkün olmayan iş o gecə hökm ayırt olunur. Bu gecədə yer üzünə Cəbrail əleyhissalam və bir çox mələklər inər. Bu gecə dan yerinin ağarmasına qədər sabitlikdir, hər cür şər işlərdən uzaqdır. Bu gecədə yer üzünə inən mələklər rast gəldikləri hər bir möminə salam verərlər. Əziz möminlər, Qədir gecəsinin hansı gecə olduğu dəqiq olaraq bilinməməklə bərabər, ümumiyyətlə Ramazan ayının 27-ci gecəsində olduğu daha çox ehtimal olunur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bunun qəti olaraq hansı gecədə olduğunu bildirməmiş, ancaq siz Qədir gecəsini Ramazanın son 10 gün içərisində tək rəqəmli gecələrdə axtarın deyə buyurmuşdur. Bütün bunlarla birlikdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sahabəsi olan Ubey bin Kəb radiyallahu anh belə demişdir: O bir olan Allah'a and olsun ki, Qədir gecəsi Ramazan ayındadır. Allah'a and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə həmin gecəni namaz qılmağı əmr etmişdir. O, Ramazanın 27-ci gecəsidir. Onun əlaməti odur ki, həmin gün səhər gün ağappaq şüasız çıxar. İslam qaynaqlarının bildirdiyinə görə Allah Teala bir çox hikmətlərə dayanaraq Qədir gecəsini və onun xaricində daha başqa günləri gizli tutmuşdur. Möminlər bu gecəni qəflət içərisində keçirməməli, ibadət və zikirlə dəyərləndirməlidirlər. Əbu Hureyrədən radiyallahu anh rivayet edilən bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur: Kim Qədir gecəsini
Qədir gecəsinin fəzilətinə inanaraq və alacağı savabı Allahdan gözləyərək ibadət və zikr ilə keçirərsə, keçmiş günahları bağışlanır. Əziz möminlər, Qədir gecəsinin bu kimi əlamətləri vardır. Həmin gecə sakitlik, əminamanlıq olur. Müminin qəlbi rahat olur. Uca Allah buyurur, o gecə dan yeri sökülənə kimi büsbütün salamatlıq, əminamanlıqdır. Həmin səhər günəş şüasız olaraq çıxır. Bu gecəni necə keçirməyə gəldikdə isə bunları deyə bilərik. Əvvəla bir daha xatırladıram ki, bu gecəyə məxsus, bu gecənin dəqiq olaraq, bu gecə Ramazan ayının hansı gecəsidir, dəqiq olaraq %100 bilinmir və bu gecəyə məxsus bir namaz yoxdur. Ancaq bununla birlikdə Qədir gecəsini namaz qılaraq, Qur'an-ı Kərim oxuyaraq, tövbə edərək, bağışlanma diləyərək, dua edərək keçirmək mümkündür. Hz. Ayşə anamız radiyallahu anha belə demişdir. Peyğəmbər sallallahu aleyhi və səlləmə, ey Allahın Rəsulu, Qədir gecəsinə rast gəlsən, necə dua edim, deyə soruşdum. Rasulullah sallallahu aleyhi və səlləm, Allahım, sən çox bağışlayansan, bağışlamağı sevərsən, məni bağışla, deyə dua et buyurdu. Bu gecənin elə bir anı vardır ki, o anda edilən ibadət və dualar mütləq qəbul olur. Bu önəmli anı yaxalamaq üçün gecənin bir hissəsini tövbə və zikirlə keçirmək lazımdır. Uca Allah cümləmizi bu gecədən lazımınca istifadə edərək bağışlanan qullarından eyləsin.